Salam əziz və dəyərli izləyicilərim. Bugün sizin yenə sualınıza cavab çəkirəm. Çünki sizin haqqınızdır. Soruşmaq mənimsə borcumdur sizə cavab vermək. Suallar gəlir ki, Məryəm xanım, kofe xeyirlidirmi yoxsa zərərlidirmi və hansı kofeni içmək olar? Düzdür, kofe haqqında mənim videolarım çoxdur. Amma bugün yenə də cavab çəkirəm ki, sizə mənim əzizlərim, əgər dəmləmə kofe içirsinizsə ancaq sizə xeyri ola bilər. Ödünüz yaxşı süzəcək, əsəb sinir sisteminiz düzələcək və xoşbəxtlik hormonu olan serotonin hormonunuz artacaq. Onda da ki, immun sisteminiz güclənir və çox güclü bir antioksidantdır. Antioksidant da ki, bizim orqanizmimiz üçün, immun sistemimiz üçün bir nömrəli dərmandır. Mənim əzizlərim, ссылкasını qoyacağım, Azondan sifariş edirəm. Mən görürsünüz 4 dənə sifariş eləmişəm, çünki Azərbaycana da göndərəcəm qohumlarıma. Bilirəm ki, çox gözəl kofedir, ətirli, hal-hazırda bura qoymuşam, ətri bütün otağı götürüb. Mənim əzizlərim, dəmləmə necə dəmləyirəmsə, o da var səhifələrimdə, girib baxa bilərsiniz YouTube və TikTok səhifələrimdə və Rusiyada olan izləyicilərim həmən linki basırsınız, ekranda görəcəksiniz və sifariş edirsiniz və onu deyim ki, mənim xahişimlə, çünki o qədər ləzzətlidir, istəyirəm Azərbaycanda da hamı bunu içsin, mənim xahişimlə çox tezliklə Azərbaycanda da əldə edə biləcəksiniz bu kofelərdən, üstünə də şəklini qoyuram mənim əzizlərim. Ancaq və ancaq dəmləmə kofe içib sağlığınıza qovuşa bilərsiniz mənim əzizlərim. Və bir də onu deyim ki, əgər istəyirsinizsə Məryəm xanımın sağlamlıq ordusuna qoşulmaq, sağlam həyat tərzi sürmək, qəbizlikdən, qazdan, köpdən azad olmaq istəyirsiniz, amma aptekə getmədən və ili 20 manata bir dənə məndədir. Bircə dəfə 20 manat ödəyib bir il qrupumda qalırsınız. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Mən sizə arıqlama çay, arıqlama kofesi satmayacağım. Çünki bir mütəxəssis olaraq bilirəm ki, onlar dəhşət saçır. Amma dünyanın harasında olursunuzsa olun, nömrəni gərək necə tələffüz edirəmsə, o cürə yaddaşa salasınız mənim əzizlərim. Əlavələr etsəniz tapa bilməyəcəksiniz. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.